3 ailəyə sevinç bəxş etdik. 3 dənə qızımız ana olub və körpələrlə qucağında bir gün evə yola sıxılırıq. 2 dənə qızımız olub, prinses qızımız, bir dənə də prins oğlumuz olub 11 ildən sonra. İlk növbədə istəyirdim başlayım Sənəm xanımla. Sənəm xanımı 15 ilə yaxın tanıyıram. İlk uşağı da mən müalicə elədim, oldu. Onda da həmləlik riskli keçdi. İkincisində eyni. Üçüncü ilə həmləlik baş vermirdi. Qızımızın 35-36 yaşı var. Hormonal problem, zor problemləri və s. Həmləlik baş verdi. Həmləliyimiz çox çətin keçdi. Laxtalanma probleminə görə, zobuna görə və damar problemlərinə görə əsas. Qızımızda damar problemi var, tromb problemi var idi və həmləliyimizi yavaş-yavaş apardıq. Əlbəttə ki, damar həkiminə, ürək həkiminə bütün davranışlardan sonra şükürlər olsun. Əməliyyatda çox qorxduq, çox həyəcanlandıq, uğurlu keçdi və bugün qızımız sağlam, dayaq üstə, körpə qucağında evə yola salırıq. Oğlumuz oldu, sizi təbrik edirəm. Ayxan balamızı sizə təhvil veririk, sağ-salamat böyüdəsiniz. Çox sağ olun, mən də minnətdaram sizə. Mən sizə inanırdım, əmin idim ki, inşallah sağ-salamat həmləliyimi başa vuracam. Çox şükür, üçüncü evladımı da sizin sayənizdə qucağıma aldım. Allah sizdən razı olsun, Allah sizə həmişə var eləsin, siz bizim arxadayalısınız. Sizə rahat olmuş, hər şey süperdi və bir gün gedirsiniz evimizə. İkinci qızımız Albina çıxamız, Alina qızımız dünyaya gəldi, düz 5 ildən sonra. İlk uşağı da müalicə elədik, ondan sonra 6-7 kurs müalicə nəticəsində oğlumuz var hal-hazırda evdən. Təkrar qızımız gəldi həmləlikdə də ağır problemimizlə rastlaşdıq. Çapıq problemi baxmayaraq ki, uşağın 2-3 yaşındadır. 2-3 milli çapığı ilə axıra kimi çatdıq 38 həftəsinə. Körpəmiz qucağımızdadır, həm laxtalama problemi və s. Bugün Albiniçka, mamiçka olub və gedir evlərinə. Sizi təbrik edirəm. Sağ olun, Alina doktorum. qızımıza yaxşı baxasınız. Sağ olun doktorum, çox şükürlər olsun. Bu günü də gördük. Axır ki, uşağımı aldım qucağıma, sağlam şəkillə. Çox sağ olun doktorum. Hər şey üçün sağ olun. Sağ olun. Təbrik edirəm. Üçüncü bizim prinses qızımız Liya qızımız. Liya qızımız olub düz 4 ildən sonra və əsas problemimiz mamiçkasında endometrioz kistalar idi, hormonal problem, zəif yumurtalılar. Müalicə nəticəsində həmləlik baş verdi və sonra bizim böyük problemlərimiz başladı. Elə bu xəstəxanada qızımız 2 dəfə yataq rejimində patologiya şöbəsində uzanmışdı. 2 dəfə, hətta 16-20 həftəsinə kimi qanaxmalar. Qızımız elə daimi olaraq 38 yaş müalicədə idi, mamiçkası da yataq rejimindəydi, şükürlər olsun. Axıra kimi çatdıq və möcüzə balamız biz dedik ki, möcüzə olar bu axıra kimi çatsaq və qucağımıza götürsək. Mamiçkamız ana oldu və möcüzə balamızı bugün evə yola salaraq sizi təbrik edirəm. Çox sağ olun hər şeyə görə. 9 ay çox çətin şəkildə keçdi. Amma bugün buradan xoşbəxt bir şəkildə ayrılıram sizin sayənizdə. Çox sağ olun. Təbrik edirəm. Həmişə belə hamısı xoşbəxt olsunlar. Siz xoşbəxt olsanız güləndə doktor üzü daha 2 qat gülür. Sevinirəm ki, hamısı sevinirlər. Bütün evlərdən körpəsiz gəlsin. Arzu edirəm siz də sevinəsiniz və belə qucaqda olun. Sevinç hamısında evlərində sevinç belə bəxş olunsun. Çox sağ olun, gözəl doktorumuz, yaxşı ki varsınız. Çox sağ olun doktorum. Xallı qız gəldi mənə. Xallı qız Bəli, Aliniçka qızımız, İndiyanka qızımız evə gedir. Təbriklər. Paka.